Pasiyent gecəni MRT aparatında keçirdi. Çinin Uhan şəhərində yerləşən xəstəxanalardan birində səhnəkarlıq hadisəsi baş verib. Yerli məlumata görə Tan soyadlı pasiyent MRT müayinəsi üçün aparata yerləşdirilsə də, prosedur bitdikdən sonra o aparatın içində unudulub. Qeyd olunur ki, müayinə təxminən 20 dəqiqə çəkməli idi, lakin bu müddət başa çatdıqdan sonra pasiyenti çıxaran olmayıb. MRT cihazı işləməyə davam etdiyi üçün kişi öz başına çıxmağa cəsarət etməyib və kömək üçün səslənib. Nəticədə o təxminən 6 saat aparatın içində qalıb. Yalnız səhər saatlarında təmizlik işçisi onun səslərini eşidərək mühafizəçilərə məlumat verib. Bu vaxtadək pasiyentin həyat yoldaşı onun itkin düşdüyünü düşünərək polisə müraciət edib. Araşdırma zamanı məlum olub ki, hadisə növbə dəyişməsi zamanı baş verən anlaşılmazlıq səbəbindən yaşanıb. Həkim müayinəni tamamlanmış kimi qeyd etsə də, pasiyentin çıxarılıb-çıxarılmadığı yoxlanılmayıb. Hadisəyə görə məsul şəxslər işdən uzaqlaşdırılıb, xəstəxana rəhbərliyi isə pasiyentdən üzr istəyib.